əziz uşaqlar, yeni test toplusundan birinci hissədən belə bir maraqlı sualımız var. Tənlik veribdir, deyir şərtini ödəyən m həqiqət ədədini tapın. Birinci kökün altından 4'ü ortaq vuruq kimi çıxarsaq 1 topla 1 bölünsün m. Üstə gəl kök altı 9'u çıxarsaq 1 topla 1 bölünsün m. Üstə gəl 25'i çıxarsaq 1 topla 1 bölünsün m. Bərabərdir 30. 4'dən 2 çıxar, digər ifadə kökün altında qalar. Kök altında 1 üstə gəl 1 bölüm, üstə gəl 3 vurulsun kök altı 1 üstə gəl 1 bölünsün m. Üstə gəl 5 vurulsun kökün altında 1 üstə gəlsin 1 bölünsün m. Bərabərdir 30'a. Kök altında 1 üstə gəl 1 bölünsün m-ə t desək, o zaman tənliyimiz olar 2t üstə gəl 3t üstə gəl 5t bərabərdir 30 formasında. Buradan 10t bərabərdir 30'a, demək t bərabərdir 3'ə. Aparıb əvəzləmədə nəzərə alsaq, kökün altında 1 üstə gəl 1 bölünsün m bərabərdir 3, hər tərəfi kvadrata yüksəldək. 1 üstə gəl 1 bölünsün m bərabərdir 9, 1 bölü m bərabərdir 8, 8 m bərabərdir 1, deməli m bərabərdir 8'də 1. Sualımızın cavabı 8'də 1.